Vaxt olandı, vədə gəldi, yetişdi, gəncliyin qədrini bilmədim, of. Gəzib dolanmışam başı dumanlı, nədənsə şad olub gülmədim, of. Xəbərsiz olmuşam özümdən, arif alim hikmət seçib sözümdən. Gecə gündüz qan yaş axıb gözümdən, bir dəfə əlimlə silmədim, of. Yığvalım bəd gəldi əzəl bənadan, mənlə gənc başladı Qadir Sübhan. Nələr gördüm bu vəfasız dünyadan, sirrimi heç kimlə bölmədim, of. Qorxmuram çayların daşqın selindən, əl aman xoryadım bəd əməlindən, zəhər içdim namərdlərin əlindən, əcəl məndən qaçdı, ölmədim, of. Ağsaqqal olmayıb hər ağsaqqaldan, yaxşılıq gözləmə şər ağsaqqaldan, məsləhət almağa pir ağsaqqaldan, zərgərəm yanına gəlmədim, of. Bu şeir, bu səpkidə yaranmış bir şeirdir, Azərbaycan poeziyasında, aşıq poeziyasında az sayılı şeirdir. Onun müxtəlif şəkillərdə bir neçəsini demişəm mən. Burada bir maraqlı hadisə var ki, tək həyatda əyləşmişdim. Baxdım, gördüm ki, ağacın altında bir qarğa nəsə yeyir. Heç fikir vermədim, bir də başımı qaldırdım ki, bir pişikdir. Yavaş-yavaş ağacın arxasından sinə gəlir qarğanı tutmağa. Nəysə, qarğa hiss elədi, qaçdı, çıxdı, getdi. Pişik də elə birbaşa ağaca dırmandı. Aradan bir qədər keçəndən sonrasına baxdım, gördüm ki, qarğa yenə gəldi. Bir də qarğıya mən nəzər yetirəndə, baxanda, baxdım, gördüm ki, pişik də ağacın üstündədir. Gizlənim ağaçdakı 100% bu qarğa qayıdıb bir də bura gələcək. Qarğanın başı qarışıb yeməyə, onda gördüm ki, pişik yavaş-yavaş gedir. Müəyyən məsafəyə gələndə nə tər hoppandı, nə tər sıçradısa qarğanı aldı. Qarğanı tutmağı ilə qarğanı qaldırdı ağacın başına. Bu pişiyin bu cəsurluğuna, bu pişiyin bu hiləkarlığına, bu pişiyin bu cəsarətinə özüm heyranlıqla baxdım. Bu pişiyə burada belə bir şeir yazdım. Şikarını görən kimi çəkildi pünhana pişik. Kükrüyüb birdən-birə atıldı meydana pişik. Hünərdə aman vermədi alıcı tərlana pişik. Göndərərəm tərifini Təbrizə, Tehrana pişik. İyilikdə yoxdur tayı, onu tək doğub anası. Diqqət ilə fikir verin, özünə bənzər balası, nəslini kökünü yoxla, şirdir, pələkdir babası, ixtiyarı özündədir.